Allah hərəmizə bir ömür pay verir. Və bu yaşadığımız müddətdə nə qədər cəmiyyətdə iz qoysuq da, yaxşı izlər qoysuq da, əməllərimiz də olsa, bizim bu əməllərimiz ailə üzvlərinin, qohumlarının, dostların, tanıyan adamların xatirəsində qalacaq. O da bir müddətdir. Bir müddət onlar da dünyasında yaşır və biz əbədiyyətə qovuşacaq. Amma bizim bu şəhidlərimizin adı nə qədər Azərbaycan var, nə qədər Azərbaycan dövləti var, Azərbaycan xalqı var, həmişə nəsildən nəsil ötüləcək və onların qəhrəmanlığı yeni nəsillər üçün bir örnək olacaq. Birimizin bir yeri ağrıyan kimi bu həkimdən, bu həkimə gedilir, görək nədir problemimiz. Amma bizim bu qəhrəmanlarımız, zəfər yaşadan qəhrəmanlarımız döyüşə gedəndə bilirlər ki, ölmə gedirlər və canlarından olacaqlar. Onu da özündə qəbul etmək və ölüm üstünə getmək, necə deyirlər, hər kişinin işi deyil. Ona böyük ürək lazımdır, vətənə sevgi lazımdır, kişilik xüsusiyyətlərinə malik olmaq lazımdır, tərbiyə, əxlaq lazımdır. Və onlar hamısı hər birimizin şəhiddə cəmləşib. Onlar Allahın yanındadılar, düzdür, valideyn üçün, ümumiyyətlə hər birimiz üçün, hər bir igidimizin içkisi acılıdır. Amma qürurla bugün deyə bilərik ki, həmin o şəhidlərin hesabına bugün Azərbaycan dövləti, Azərbaycan xalqı suverendir, müstəqildir və bütün dünyada öz sözünü dedi. Ali Başkomandan çıxışlarında qeyd etdiyi kimi, nə qədər texnikamız olsa da, nə qədər idarəçilik yerində olsa da, o qalibiyyəti bizi qazandıran o zabitlərimiz, əsgərlərimiz olur. Onların o böyük vətən sevgisi, kişilik xüsusiyyətləri olur. Bugün də bizim ölkəmiz o qalibiyyətlərini davam edir, hamımız bilirik, həm xarici siyasətdə, həm daxili siyasətdə uğurlarımız hər bir vətəndaşın qarşısında, gözü qabağındadır. Əminəm ki, bizim müstəqilliyimiz əbədi olacaq, xalqımızın firavan günləri hələ qabaqdadır. Allah bir daha şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə verin, özümüzə də səbir versin. Sizin də söz yarımı komisarımız Yunus müəllimə verir. Hörmətli dərbi işləşdirlər, hörmətli şəhid ailələri, şəhid arxaları, ilk öncə hər birini salamlayıram. Hər bizdə səbir diləyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, məhz 30 illik vətən həsrətinə şəhidlərimizin qanı bahasına, qazilərimizin sağlamlığı bahasına əldə etdik. Bir daha hər bizdə səbir diləyirəm. Ədəş mənim sizə şəhid ailələrinin qarşınıza baş əyirəm. Sağ olun.